2026'da dizayner olaraq necə işimizi irəlidə bilərik? İlk öncə bu videoya girən adamlar böyük ehtimal şey axtarır da. Misal üçün mən dizayn universitetinə oxumuşam, nə bilim falan filan fistan. Uşaqlar, azı bir dənə gerçəklər var ki, yəni yaxşı ya da pis tərəfləri var da bu temalarında. Pis tərəfləri budur ki, bax siz universitetdə oxuyursunuz. 4 il oxuyursunuz əziyyətlə belə. Amma bu arada deyirsiz qaqamız dizayner deyil, artırmış 2 dənə monitor falan. Nəysə. Bax bu 4 il oxuduğunuz universitetdə sizə orada qrafik dizaynı öyrətmirlər. Bilmirəm, nəsə öyrədirlər. Mən hələ görməmişəm ki, adam balası kimi universitetdən məzun olan, bu tasarım sahəsindən məzun olan adam getsin normal bir yerdə işləsin, ya da ki bir portfolyosu olsun. Bu arada portfolyo nədir? Portfolyo bilməyənlər üçün tasarımcının, yəni dizaynerin bir əl işlərinin toplandığı yerdir. Yəni portfolyosu da, portfeli də işte balaca olan vaxtlar o fayl qoyurduq, BSG, KSG zat bir iqtidasıyla. Bax odur. Bu da dizaynerin bu portfolyosu da, digital portfolyo. Dizayner olmanın yaxşı ya da pis tərəflərindən biri budur ki, birinci pis tərəflərini danışırıq, sonra yaxşı tərəflərini danışacağıq. Narahat olmayın. Dizayner olmaq istəyirsə bu videoda siz okey desin üçün əladır. Daha 4 il universitetdə sən oxuyursan, sonra çıxırsan. Sənin portfolyonda normal bir iş olmur. Uşaqlar, mənim özüm 7 ildir ki, artıq dizayner olaraq çalışıram və universitet oxumamışam, 9-dan çıxmışam və ən baba şirkətlərdə də işləmişəm də. Yəni Murad Rəfiyev yazsaz LinkedIn-ə, yəni girib görəcəksiniz mən haralarda işləmişəm və daha yaxşı da olmağa çalışıram bu arada. Deyim biləsiniz. I'll have to ask my accountant about that. İndi bu dizayn sahəsi yenidir. Bizdə Bakıda, Azərbaycanda dizaynerlik kavramı əsasda yaranıb. Niyə? AI-dır falan filan da çıxıb. Bu arada AI dizaynerliyi əldən alacaqmı sualı varsa, onda başqa video deyəcəm. Əgər bu videonu bəyənsəz də, başa düşdünüz, o birisi videoya elə bir şey deyirəm də, referans göndərirəm, amma hələ ki çəkməmişəm, amma çəkəcəm. Əmin ol, sən tasarımcısan və yaxşı işlərin olmalıdır. Universitetdə bunu sizə öyrətmirlər. Əgər siz universitet oxumaq istəyirsinizsə dizaynerlikdən. Mən düşünürəm, mən öz düşüncəmə görə deyirəm. Həmişə ətrafımdakı adamlar qınayır ki, məbəs diplom şartdır falan filan. Yəni valla mən 7 il işləyirəm dizayn sahəsində. Mənə yəni bir dənə adam diplom verməyib. Yəni soruşmur ki, sənin diplomun var ya yox. O adam mənim proqram biliyimə baxır, dil biliyimə baxır, kreativlik, əsasən kreativliyimizə baxır da. Yəni duraq misal üçün 10 milyon dənə adam var deyək ki, Azərbaycanda. Bəlkə də çoxdur. Nə bilim, bilmirəm orası. Hamınızda eyni sosial media postları düzəldirsiniz də. Yəni qoyursunuz ora bir dənə nə bilim qaşıq, çəngəl, bıçaq, sosial media postu 20 dənə qoyduq, portfolyo atdıq bu qədər. Amma bu düzgün deyil. Sizə məsləhət görürəm ki, əgər siz dizayner olmaq istəyirsinizsə, mənim gözəl izləyicilər, yəni niyə mikrofona baxıram, onu da bilmirəm. Əgər siz dizayner olmaq istəyirsinizsə də, ən birinci olaraq siz kursa getməlisiniz. Kursa getməsəz belə, paranız olmasa, pulunuz olmasa da, siz YouTube-dan bunu öyrənə bilərsiniz. Artıq YouTube-da o qədər tutorial var, o qədər şeylər var, nə bilim, proqramlar falan filan da hər şey keçirlər dizaynerlik barəsində. Amma bir dənə məsləhətim budur ki, dizayner tanışın varsa, eləsən YouTube-dan öyrən. Əgər dizayner tanışın yoxdursa, YouTube'dan öyrənmə. Niyə? Çünki sən hardan başlayacağını bilmirsən, proqramları necə yükləyəcəksən bilmirsən və çox xahiş edirəm bundan. Əgər kompüter işlədə bilmirsinizsə, yalandan bambula kimi demək ki, mən dizayner olacağam. Valla, birinci ən azından Enter'dir, nə bilim, task manager'dir, nəsə bir kompüterdə nəsə öyrən də. Mən misal üçün əvvəllər dərsləyən vaxtda elə tələbələr gəldi ki, bizə necə bu adam Enter'in yerini tanımırdı qardaş. Bu adam SC'nin yerini tanımırdı. Cənətə prosta gəldi ki, evdə otururam, sıxılıram, dizayner olmaq istəyirəm. Dizayn sahəsi çox geniş sahədir. Hədsiz dərəcədə bölünür də, nə bilim, UI, UX, qrafik, animasiya, 3D falan filan. Bunlar sizi qorxutmasın uşaqlar. Bu arada kiçik bir məlumat verim özüm haqqında. Mən həm qrafik, həm animasiya, həm də 3D modelləmə, tekstürlama, işıqlandırma və 3D animasiya ilə məşğul oluram. Yəni 3 dənə sahə ilə məşğul oluram. Niyə? Çünki daha çox qazanmaq üçün. Həqiqətən. Və düşünürəm ki, bir gün daha uğurlu olacaq. Əlbəttə ki, bunları da mən vaxtla öyrənmişəm. Yəni çoxlu vaxtlar, çoxlu praktikalar gedib. Amma yenə deyirəm, 2026-da sən dizayner olmaq istəyirsənsə, birinci get kursa. Universitet sənə dizaynına aid heç nə verməyəcək. Sənə prosta Illustrator-da bilirsiniz nə öyrədir? Illustrator-da mozaikalar öyrədir. Bunu hardan bilirəm? Mən universitetdə oxuyan bir iki dənə dostlarım olub da, qızlı oğlanla tanışlar olub. Mən baxıram ki, Illustrator-da olan mozaika yığmağı öyrədirlər. Mozaika nə lazımdır? Düz deyil? Mikrofon.
Axı, mozaikon heç bir işinə yaramır da. Yəni lazımsa şeyə öyrədilər. Sizə qrafik dizayn təməllərini öyrənməlisiniz. Təməllərini öyrənməlisiniz. Qrafik dizayn nədir? Necə icra olunur? Sən 8 saat, 9 saat kompüterin qabağında, nə bilim, cəhənnəm 6 saat kompüterin qabağında otura biləcəksənmi? Yəni dizayn o demək deyil. Hə, burger qoydum, yuxarıdan bir dənə nə bilim price tag qoydum. Hə, filan məhsulumuz endirimdədir. Qoydum mən dizayn. Dizayn elə belə deyil də. Sən orada yaradıcılıq qatmalısan. Düz deyil, şirkətlər də var ki, o şeyləri qəbul edirlər, amma yüksək maaş vermirlər. Ümumiyyətlə Azərbaycanda sən yəni qəlbəli dildə desək, yəni ki, burnunla belə, bu arada burun niyə burnun yekədir? Hə, burnunla belə divara çıxsan, sənin ala bilərin maksimum maaş 2500 zad ola bilər də, yəni belədir. Amma əlbəttə ki, freelansda olacaq. Uşaqlar, həqiqətən mən özüm dizaynla başlayanda mən 4-cü sinifdə oxuyurdum. Mən 4-cü sinifdə Photoshop işlədirdim də. Yəni bu məncə 4-cü sinif üçün çox əladır. Niyə? Çünki həm o vaxtda kompüter yox idi, həm o vaxtda tutoriallar yox idi. Ona görə də ən bomba variantı və hədsiz dərəcədə çoxlu şirkətlər açılır. Hər şey digitallaşır. Bu sənətdir, yazı pozu işi də hamısı digital aləmə çevrilir. Də kompüter sistemində o var. IT işinə baxma, yaxşı qazanarsan. Hə. İndi dizaynerlər elə deyək, sən dizaynersə yaxşı qazanarsan. Yəni ki, dizayner olmaq istəyirsinizsə, həqiqətən zor seçimdir. Gedin dizayner olun. Amma normal kursa gedin, çox xahiş edirəm sizdən. Yəni gic kurslara gedib, yəni dəxilsiz şeylər öyrənməyin. Kursa getməmişdən əvvəl nə etməlisiniz? Diqqətlə dinləyin. Lap birinci, müəllimin portfolyosuna baxın, tanışlara baxın. Dizayner tanışlarınıza yəni göstərin. Əgər dizayner tanışınız yoxdursa, bir dənə dizayner tapın, deyək ki, sən amma bax gör qəşəng işdir ya yox da. Deyək ki, xahiş edirəm, qurban olumsa. Bir dənə bax gör bunun işləri necədir. Onun başa salmağına baxın, dərs başa salma yöntəminə baxın. Yəni sırf bu deyil, Photoshopda misal üçün, hə, bu kəsir, bu bölür, bu biçir. Belə yox. Dizaynin prinsipləri var da, başa düşürsüz? Yəni bu da bir manipulyasiyadır. Əslində dizaynerdə insan manipulə etmək var. Bax dizaynda onun bir yönüdür, psixoloji təsirdir. Sən rənglərlə, fontlarla nəsə insana başa salacaqsan. Yəni ki, hədsiz dərəcədə çoxlu kurslar var uşaqlar. Mən bilirəm, 50 manata belə keçən kurs var da, yəni. Orada sizə normal yer gəlməyəcək. Çox araşdırın. Çünki bu sizin sahənizdir. Siz buna gələcəkdə pul qazanacaqsınız. Yəni ki, mən çox yaxşı bir yerdən başlamışam deyə, həm də ki, mən balacalıqdan işlətməyi bacardım deyə, Photoshop, Illustrator falan filan da. Biraz mənim üçün rahat oldu. Amma siz hal-hazırda dizayner olmaq istəyirsiniz, ola bilərsiniz. Bazarda rəqabət var, güclü rəqabət var. Amma yaddan çıxartmayın ki, kreativlik ortaya qoysa, sən fərq eləmir. Sənin beynində yaradıcılıq varsa, biraz proqramı bilsən var ha, sonra yaradıcılığı əks etdirsən, partlatdın elə bir. Yəni bu çox vacibli bir şeydir. Ona görə nə edirik? Gec kurslara baxmayın. Gedin qəşəng kurslara. Yəni dizayner tanışlarınız varsa öyrənin və daha yaxşı maaş istəyirsinizsə uşaqlar, yenə deyirəm, universal olmaq lazımdır. Yaddan çıxartmayın ki, Azərbaycanda hədsiz dərəcədə çoxlu dizayner var. Rəqabət çoxdur. Amma ki onları üstələmək asandır. Niyə? Çünki sən məni izləyirsən. Siz sevirəm inşallah. Özünüzə yaxşı baxın. Videomu bəyəndiyseniz like qoymağı unutmayın. Mən gedirəm. Davay. Sağ olun.